Salam, hər vaxtınız xeyir. Mən Toğrul Əzizov, karyera məsləhətçisi. Bugünkü videoda, bugün 17 aprel 2025 tarixidir. Bugün mən sizi Qarabağ üzrə olan iş elanları ilə tanış eləmək istəyirəm. Təxminən 5 dənə elan təqdim eləmək istəyirəm sizə. Onlardan biri, məsəl üçün, fasad ustası işidir ki, Minera şirkətindədir. 700 manat əmək haqqısı var. 20-55 yaşlı şəxslər üçündür. Cəbrayıl rayonundadır. Digər birisi isə, o da həmin şirkətdədir. Minera şirkətindədir. Dam ustası işidir. O da Laçın rayonundadır. 700 manatdır. O da 20-55 yaşlı uşaqlar üçündür. Təhsil səviyyəsi hər ikisində ümumi təhsildir. Ümumi orta təhsil tələb edirlər. Digər bir işi Laçın rayon mərkəzi xəstəxanasındadır yoldaşlar. Həkim vakansiyalarıdır. Hansı vəzifələrdir? Həkim ümumi cərrah, həkim travmatoloq ortoped, həkim nevroloq, həkim endokrinoloq, həkim fizioterapevt, həkim oftalmoloq, həkim narkoloq, həkim gastroenteroloq, həkim psixiatr, həkim kardioloq. Laçın rayonundadır. Ali təhsil tələb edir, magistratura təhsil tələb edir. 1375 manat əmək haqqısı var. Maksimumda yaşınız 45 yaş olmalıdır. Bundan əlavə Laçın rayon mərkəzi xəstəxanasında həmçinin təcili və təxirə salınmaz tibbi yardım üzrə həkim işi var yoldaşlar. Bu da dediyim kimi Laçındadır və ali magistratura təhsil tələb edir sizdən. 1100 manatdır bunun əmək haqqısı. Bunda da yaş tələbi maksimum 45 yaşa qədərdir. Digər bir iş isə tikinti işlərinə texniki nəzarət xidmətindədir. Böyük mühəndis işidir yoldaşlar. Bu isə Xocavənd rayonundadır. Ali təhsil tələb edir. Yəni magistratura qeyd olunmuyubdur. 2500-3000 manat əmək haqqısıdır. 25-64 yaşlı şəxslər üçündür. Bu və bənzəri iş elanlarla tanış olmaq üçün, ümumiyyətlə ola bilər digər işlər də ola bilər ki, onlar sizin axtardığınız işlərdir. Həmçinin digər iş elanlarla da tanış olmaq üçün, ümumiyyətlə iş axtarışınızda dəstək əldə etmək üçün mənə özeldən yaza bilərsiniz. Sağ olun, salamat qalın, işsiz qalmayın.